Məsələn, deyək ki, çayların daşması təbii fəlakətdir. Zəlzələ təbii fəlakətdir. Amma yağış yağdı, şəhər batdı, bu təbii fəlakət deyil. Yəni, yağış yağır, bu ildə yağıb, gələn ildə yağacaq, ötən illərdə də yağıb. Həmişə də bu vəziyyət yaranır. Yəni, bu vəziyyəti aradan qaldırmaq lazımdır. Deyək ki, Keşlədə baş verən hadisələr, Xırdalanda, Masazırda baş verən hadisələr. Yəni, bu, hətta dedilər ki, bu Ağşəhərdə küçələri su basıbdır. Yəni, bunlar təbii fəlakət deyil. Yəni, bu məsələlər hər il baş verən və bu qarşısı alınması zəruri olan məsələlərdir. Yəni, bu qədər vəsaitlər xərclənir, bu qədər milyardlar xərclənir. Bu kommunikasiyalara bu qədər xərclər verilir, bu binaların tikilməsinə, bu infrastrukturun yaradılmasına, bu kanalizasiya sistemi də nəzərdə tutulmalıdır. Yəni, Bakı sularının axıdılması problem deyil. Xəzər dənizi okean səviyyəsindən aşağıda yerləşir və Bakının bütün ərazisi, əksər əraziləri Xəzər dənizindən daha yüksəkdədir. Yəni, bu suların hamısının yönəldilərək Xəzər dənizinə göndərilməsi imkanları var, amma bunlar nəzərə alınmayıb. Məsələn, körpülər tikilir. Deyək ki, normalda tutaq ki, belə bir körpünü Almaniyada o cür bahalı maaşların yüksək olduğu bir ölkədə tutaq ki, 10 milyon euroya tikirlər. Azərbaycanda 30 milyon euroya tikiblər. Deyək ki, eyni körpünü, eyni keçidi. O keçidin su basması təbii fəlakətdirmi? Yəni, yağış yağacaq, qar yağacaq, bu olacaq. Amma çayların daşması bu başqa məsələdir. Dağıstanda xüsusilə çayların daşması ilə bağlı problemlər var. Qusarda çayların daşması ilə bağlı, Balakəndə bilirəm ki, çayların daşması ilə bağlı. Bunlar başqa. Amma şəhərin küçələrinin su basması, məsələn, Xırdalana şəhər statusu verilibdir. Xırdalanda bilirsiniz ki, dəhşətli vəziyyət var. Bir çox rayonların, kəndlərində elə vəziyyət yoxdur. Yəni, bu, hər il bu məsələ, bu proses baş verir. Bu, əvvəlcədən tədbirlər görülməlidir, kanalizasiyalar açılmalıdır.